Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, növbəti test izahı 21-ci əsrin kompetensiyaları və təlimdə formalaşmasıdır. İlk növbədə deməli, açıqlama hissəsinə girib testin linkini tıklamaqla testi işləyin. Daha sonra isə izah vasitəsilə səhvlərinizin harda olduğunu öyrənə bilərsiniz. Kanala abunə olun ki, daha çox izahdan xəbərdar olasınız. Gün ərzində indi bu birinci hissədir, ikinci və üçüncü hissələrdə paylaşacağım və test linki ilə bərabər. Deməli, birinci suala baxırıq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Savadlı kompetensiyaları dedikdə, şagirdlərdən şifahi və yazılı şəkildə təqdim olunmuş informasiyaları anlamaqla yanaşı interpretasiya etmək də tələb olunur. Interpretasiya nə deməkdir? Yəni, özü necə başa düşübsə, həmin şəkildə də təqdim etməsi deməkdir. Savadlı kompetensiyaları müəllimlər, bunların içərisində nələr aiddir? Oxuyub anlama aiddir, oxuduğunu analiz eləmək qabiliyyəti, sonra məqsədi müəyyən etmə, nəticə çıxartma qabiliyyəti, yəni dərindən anlama. Birinci fikir düzdür. Uyğunluq deyirsə doğrudan doğru götürəcəyik. Birincini doğru götürürük. Baxırıq variantlara ilk öncə A-da və C-də 1 var. Rəqəmsal savadlılıq dedikdə İKT vasitələrindən istifadə etməyə bacarığı ilə yanaşı, onlar vasitəsilə əldə edilən informasiyaların etibarlılığının sorğulanması nəzərdə tutulur. Eyni zamanda rəqəmsal savadlılığa daha bir şey əlavə eləmək olar ki, İKT-nin imkanlarından səliqəli şəkildə istifadə eləmək. Nə deməkdir bu? Yəni İKT vasitələr ki vardır, məsələn, telefon, planşet, kompüter, onu səmərəli şəkildə istifadə eləmək, sındırmamaq, mədəni şəkildə, mədəni sürətdə istifadə bacarığı da tələb olunur. Bu da düzdür. Buradan görsənir ki, müəllimlər, cavabımız elə 1-2-dir. Çünki iki fikrin ikisi də düzdür. Yanlışdakı əgər fikirlər düz olacaqsa, biz elə 1-2-ni götürəcəyik. Yanlışda deyir ki, şəxsi sosial və öyrənmək kompetensiyası dedikdə, vaxtı və informasiyanın səmərəli idarə və istifadə etməklə yanaşı, öyrənmə prosesində şagirdin öz emosiyalarını tənzimləməsi nəzərdə tutulur. Deməli, burada nədən gedir söhbət? Yəni, özünü ifadə, özünü idarə etmə, hər hansı bir informasiyanı əldə edərkən daxili motivasiyanın olması, onun vacibliyinin özü üçün, belə deyək ki, vacib olduğunu hiss eləməsi, öz şəxsi sosial və öyrənmə nə deməkdir? Həm öz məsuliyyətini dərk edir, həm də qarşı tərəfindən məsuliyyətini hiss edir. Düzgün idarə edir, münasibətləri düzgün şəkildə edir. Bu da düzdür. Çox dil bilmək kompetensiyası dedikdə, yalnız digər dilləri öyrənmək yox, həmçinin o dilə hörmət etmək, o dilin vacib elementlərini mənimsəmək də nəzərdə tutulur. Bəli. Bu da doğru fikir. Deməli, burada cavab olacaq 1-2 A variantı. İkinci suala baxırıq. Dil yanlış olanı tap. Deməli, bizə nə lazımdır? Səhv olan. 20-ci əsr bacarıqları ilə bağlı olan fikirlərdən hansı yanlışdır? Şagirdlərdə bu bacarığı formalaşdırmaq üçün onların müəyyən bir yaş həddinə çatması əsas şərtlərdən biridir. Müəllimlər, elə səhv buradadır. Çünki savadlı kompetensiyasıdır və digər rəqəmsal olsun, mədəni müxtəlifliyə hörmət olsun, fərq eləmir. 20-ci əsr bacarığını formalaşdırmaq üçün müəyyən bir yaş həddi gözləməyə ehtiyac yoxdur. Elə lap uşaqlıq yaşlarından, erkən uşaqlıq yaşlarından bu şagirdlərdə formalaşdırılmalıdır. Ona görə elə A variantı səhvdir. Daha digər variantları nəzərə keçirmirik, səhvi tapdıq, davam edirik. Doğru olanı tapın. Müəllim dərs zamanı keçiriləcək mövzuda şagirdlərlə debat təşkil edir. Şagirdlər mövzu ilə bağlı iki fərqli mövqedən çıxış edirlər. Lakin onlar debat zamanı öz fikirlərini dəstəkləyəcək düzgün arqumentlər gətirə bilmirlər. Müəllim proses boyu şagirdlərin mənbələri düzgün araşdırma bacarığının olmadığını da müəyyənləşdirir. Situasiya ilə bağlı hansı fikir doğrudur? Deməli, debat təşkil olunur. Debatda bilirsiniz də inandırma qabiliyyətidir, qarşı tərəfə fakt və sübutlarını göstərmək qabiliyyətidir. Bu baxımdan şagirdlər arqument gətirə bilmirlər. O zaman nə baş verir? O zaman müəllim görür ki, bunlarda bunu formalaşdırmaq lazımdır. Deməli, doğru olan fikir hansıdır? Şagirdlərdə savadlı kompetensiyası zəifdir. Onlarda tənqidi düşünmə bacarığının inkişafı ehtiyacı var. Bəli, digər variantlarda baxırıq. Çünki savadlılıq olanda analiz etməyə qabiliyyəti bayaq da vurğuladım. Məqsəd müəyyən etmədir, nəticə çıxartmaq qabiliyyətidir, təhlil etmə qabiliyyəti, analiz ilə təhlildir də.
Sonra mövqe bildirməkdir, münasibətini əsaslandırmaq qabiliyyətidir və s. Şagird rəqəmsal, yəni burada rəqəmsal ehtiyac yoxdur. Debatdırsa, debatlar bilirsiz də bizə tənqid təfəkkürü formalaşdırır. Biz bunu keçmişik. Tənqid təfəkkür nə deməkdir? Yəni kimisə tənqid etməkdən getmir ha söhbət. Sadəcə olaraq məsələyə qərəzsiz yanaşmaqdır, obyektiv yanaşmaqdır. Hamının qəbul etdiyi fikrə qarşı çıxmaqdır, öz fikrini, sübutunu, dəlilini ortaya qoymaqdır. Yəni burada rəqəmsallıq bir şey yoxdur. Mədəni məlumatlıq hansısa bir ölkədən getmir söhbət, mədəni məlumatlığa da ehtiyac yoxdur. Sahibkarlıq kompetensiyası zəifdir. Burada sahibkarlığa nə ehtiyacı var ki? Şagirdlərdə mühəndislik, bunların heç birinə ehtiyac yoxdur. Debatda müəyyən fikir ortalığa qoymaq və qarşı tərəfi inandırmaq üçün tənqid təfəkkür inkişaf elətdirilməlidir və 3A-dır. 4-ə baxırıq. Uyğunsuzluğu müəyyən edin. Deməli, uyğunsuz olanda doğrudan yanlış, yanlışdan doğru seçirik. Mədəni məlumatlıq səriştəsinə malik olmaq şagirdlərdə müxtəlif icmalar arasında empatiya və anlayışı inkişaf elətdirir. Bu düzgün fikirdir. Çünki mədəni məlumatlıq o deməkdir ki, mədəni məlumatlıq nə deməkdir müəllimlər? Yəni, hər hansı bir mədəniyyət haqqında məlumatlısan, hər hansı bir xalqın nümayəndəsini anlaya bilirsən. Anlamaq da empatiya hissidir, yəni emosional bağlılıq yarada bilirsən. Bir düzdür, amma uyğunsuz deyirsə, biz doğrunun altından doğru götürə bilmirik. Mədəni məlumatlıq səriştəsinə malik şagirdlər müxtəlif mədəniyyətlərlə tanış olmağa müqavimət göstərmir, açıq fikirlik nümayiş elətdirirlər. Bu da düzdür. Çünki yəni mədəni müxtəlifliklə müxtəlif mədəniyyətlərlə tanış olmaqdır da. Bu da düz fikir olduğuna görə biz bunu da götürə bilmirik. Çünki bizə uyğunsuz lazımdır. Doğrunun altına yanlış. Yanlışın altına yəqin ki, doğruları götürəcəyik. Başqa çarəmiz yoxdur, amma yenə də hər ehtimal baxırıq. Müəllim şagirdlərin müxtəlif mədəni təcrübələrdə fəal iştirakını təşkil etməklə onlarda mədəni məlumatlıq səriştəsinin inkişafını təmin edə bilər. Bəli, mədəni təcrübələr, yəni ki, hər hansı bir ölkənin xalqın mədəniyyəti ilə tanış edə bilər, o anlamdadır. Bu da düzdür. Şagirdlərdə mədəni məlumatlıq səriştəsinin formalaşdırılmasının daha əhatəli və zəngin öyrənmə təcrübəsi yaradır. Çünki hər hansı bir ölkənin mədəniyyəti, coğrafiyası, tarixi, mədəni deməli yer, yəni mədəni nümunələr, ədəbiyyat haqqında məlumat toplayırıqsa daha zəngin o həmin xalqı tanımış oluruq. Bu da düzgün fikirdir. Cavab 3-4-dür. Çünki yanlışın altından doğruları seçirik ki, uyğun olsun. Doğrunun altından doğrunu götürə bilmirik. 5-ci sual belədir. Müəllim şagirdləri qruplara bölür. Hər qrupa müxtəlif ölkələrdə yaşayan əhalinin bayramları və yaşam tərzləri haqqında məlumat toplayıb təqdimat hazırlamağı tapşırır. Bununla bağlı şagirdlərə müxtəlif mənbələri təqdim edir. Şagirdlər mənbələrdən vacib məlumatı seçərək təlimatı tamamlayırlar. Verilmiş situasiya ilə bağlı şagirddə formalaşan müəllimlər qruplara bölürsə, deməli, müxtəlif ölkələrdə yaşayan əhalinin bayramları haqqında məlumat toplamaq lazımdırsa, deməli, biz nəyə götürəcəyik? Təbii ki, mədəni müxtəlifliyə hörmətdir də. Çünki başqa mədəniyyətlərin haqqında məlumatdır. Yəni, bu sadə bir sual idi. 6-cı sual. Müəllim şagirdlərə bir ay müddətində özlərinin akademik cəhətdən inkişafını izləməyi, öyrənməli, tətbiq etdikləri strategiyaları təhlil edərək onlardan özlərinə daha çox uyğun olanı qeyd etməsini tapşırın. Müəllimlər, deməli, burada özünü tanımaqdan gedir söhbət. Bir növdə bu metakognitiv bacarıqlardan gedir də söhbət. Deməli, nə olacaq? Özünə aid olan bir cavabdırsa, yerli, milli, beynəlxalq mədəniyyətlərə ehtiyac yoxdur. Çünki bu başqa xalqların mədəniyyətidir. Sonra ideyaların reallaşdırılması üçün müxtəlif kontekstlərin imkanlarının olduğunu bilmək. Burada hər hansı bir ideya reallaşmır. Məsuliyyətli vətəndaş kimi dövlətin ictimai həyatında, burada dövlətdən getmir söhbət. Şagirdin öz həyatından gedir söhbət, C-də olmaz. Müxtəlif dillərdən səmərəli ünsiyyət yoxdur burada. Çünki müxtəlif dillərdən səmərəli ünsiyyət öz harda var? Özünün fiziki, psixoloji, emosional durumunu sağlam saxlamaq, bəli. Bu Y variantıdır. 7-ci sual. 2024-cü il Yaşıl Dünya naminə həmrəylik ilə elan edilməsi ilə əlaqədar müəllim şagirdlərə istifadə edilməyən ərazilərdə yaşıllaşdırma işlərinin aparılması ilə bağlı layihə və təqdimatlar hazırlamasını tapşırır. Deməli, şagirdlər qruplara təyin edilmiş müddət ərzində həmin ərazilərin xüsusiyyətlərini araşdırıb layihəyə təqdim etməlidirlər. Qruplar araşdırmada ofis proqramlarının imkanlarından effektiv şəkildə istifadə edirlər. Verilmiş situasiyaya istinad etməklə şagirddə hansı kompetensiyanın inkişaf etdiyini görülür. Deməli, 2024-cü il yaşıllaşdırma ilidir. Sən də yaşadığın ərazi üzrə
əraziləri birinci növbədə deməli, yaşıllaşdırmaya ehtiyac olan ərazilər tapmalısan. Deməli, sən öz vətənini o qədər gözəl tanımalısan ki, bu layihəni uğurla tamamlayasan. Əgər sən öz ölkəni tanıyırsansa, deməli, sən o ölkənin fəal vətəndaşısan ki, sən ölkəni tanıyırsan. Birinci növbədə fəal vətəndaş mövqeyidir. İkinci növbədə isə müəllimlər, deməli, əgər sən burada deyir ki, ofis proqramından istifadə etmək sənin rəqəmsal savadlığının göstəricisi ola bilər. Ona görə də cavab D variantıdır 1, 2. 3-sə deyir ki, mədəni məlumatlıq. Sən öz ölkənin mədəniyyətindən orada layihə hazırlayacaqsan. Başqa ölkə yoxdur axı orada. Ona görə mədəni müxtəliflik olmaz. Çox dil bilmək də ehtiyac yoxdur. Çünki orada kimlənsə danışmırsan. Sən əraziləri təyin edib yaşıllaşdırmaya ehtiyacı olanları vurğulayırsan və proqramdan istifadə edirsən, bu işi həyata keçirdirsən. Ona görə cavab D variantı. 8. Şagird davranışı haqqında nə söyləmək olar? Görək, neyniyib ki şagird? Məktəbdə şagirdlər üçün dərnəklər təşkil olunur. Bəzi şagirdlər əlavə dil öyrənmə məqsədi ilə dil dərnəyinə yazılır. Şagirdlərdən bir neçəsi dərnəyə davamlı olaraq gəlsə də, müəllimin verdiyi tapşırıqları vaxtında yerinə yetirmir. Uğursuzluqla qarşılaşdığında tez də ruhdan düşür və çıxış yolunu tapmaqda çətinlik çəkir. Verilmiş situasiya əsasən şagird davranışı haqqında nəyi demək olar? Deməli, dərnəklər təşkil olunub, dil dərnəyi var. Amma şagirdlər bəziləri yaxşı gəlirlər, bəziləri isə məsuliyyətsiz edirlər və hətta tez də ruhdan düşürlər. Bunun haqqında nə demək olar? Deməli, şagird çox dil bilmək kompetensiyasını formalaşdırmaq istəsə də, öyrənmək kompetensiyası zəif inkişaf etdiyindən o nəticə əldə etməyə çətinlik çəkir. Bəli, bu cavab ola bilər. Niyə? Çünki öyrənmək kompetensiyası insanın bir növdə daxili motivasiyasına irəli gələn bir məsələdir. Yəni, mən anlamalıyam ki, özümü tanımalıyam ki, bilməliyəm ki, mən harada çətinlik çəkirəm, mənim üçün nə vacibdir, yolumu necə təyin edəcəm və bunun üçün məndə çox güclü şəkildə daxildən gələn bir həvəs olmalıdır, motivasiya olmalıdır ki, mən özümü o istiqamətə yönəldə bilim. Deməli, şagirddə burada daxili motivasiya zəifdir. Məsuliyyətsizlik daxili motivasiyanın zəifliyindən irəli gəlir. Özünü düzgün şəkildə ifadə edə bilməmək, idarə etməmək qabiliyyətindən irəli gəlir. Məsələn, mən kurikulum öyrənmək istəmək fikrim ola bilər. Amma mən onun üçün hər gün çalışmasam, o həvəsi özümdə tapa bilməsəm, bir gün oxuyacam, 2 gün oxuyacam. Ondan sonra deyəcəm ki, bu mənlik deyil. Niyə? Çünki daxili motivasiyam zəifdir. İradəm zəifdir. Özümü düzgün şəkildə irəli apara bilmirəm. Ona görə də burada düzgün cavab A-dır. Şagirddə, məsələn, B-də deyir ki, şagirddə rəqəmsal texnologiya. Burada rəqəmsal texnologiya ehtiyac yoxdur. Çünki dil dərnəyidir və sən dil öyrənəcəksən. Sahibkarlığa ehtiyac yoxdur. Vətəndaşlıq kompetensiyasına ehtiyac yoxdur. Şagirddə savadlıq kompetensiyasını zəif inkişaf etmək. Savadlıq əsasən müəllimlər oxuyub anlama, dinləyib anlama bacarıqlarının inkişafıdır. Sonra təhlil etmək, analiz etməyə qabiliyyətidir. Biz bayaq bu məsələyə toxunmuşduq. Burada ən uyğun, düzgün cavab A variantıdır. Yanlış olanı tapın. Şagirdlər yaşıl enerji çağırışı adlı layihə iş üzərində çalışırlar. Layihə çərçivəsində məktəbdə enerji istehlakını azaltmaqla bağlı innovativ ideyalar irəli sürmək hədəflənir. Onlar istifadə edilmədikdə sinif işıqlarını avtomatik söndürən sistemin üzərində çalışırlar. Layihəyə məktəbdə digər şagirdlər də cəlb edilirlər. Verilmiş situasiyaya bağlı yanlış fikir hansıdır? Deməli, yaşıl enerji çağırışı bioenerjidən istifadə etməyə çalışırlar, qısası, amma onlar əgər istifadə olunmazsa bioenerjidən, sinif işıqlarını avtomatik söndürək ki, əlavə israfçılıq olmasında. Bu layihə üzərində çalışırlar. Burada yanlış fikir nədən ibarətdir? Biz onu tapacağıq. Verilmiş layihə şagirdlərdə müxtəlif fənlərlə bağlı malik olduğu biliklərdən əlaqəli şəkildə istifadə etməyə tələb edir. Əslində, müəllimlər, burada bilik yox, bacarıqlardan istifadə daha düzgün olardı. Ona görə A variantı düzgün deyil. Layihə işinin effektiv nəticələnməsi şagirddə vaxtı və informasiyanın səmərəli istifadə etməyə bacarığı tələb edir. Əslində, A-da biliklərdən də istifadə olunur, müəllimlər. A-nı düz götürə bilərik, A qalsın. Niyə? Çünki layihədə şagirdlər müxtəlif fənlərlə bağlı biliklər. Çünki biz, məsələn, fizika fənninə aid, belə deyək də, məlumatda olmalıyıq, işıq enerjisindən məlumatda olmalıyıq, digər fənlərdə məlumatda yox. A qalsın. Hələ ki, A-nı səhv kimi götürməyək. Əgər başqa variantımız qalmarsa, A-nı götürərik. Layihə işinin effektiv nəticələnməsi şagirddə vaxtı və informasiyanı səmərəli idarə və istifadə etməyə bacarığıdır.
Bəli, çünki vaxtdan səmərəli və informasiyadan səmərəli istifadə edirəm ki, israfçılığa yol verməyim, düzdür B-də. Həm də layihə işi o deməkdir ki, hamı bir yerdə əməkdaşlıq edir. Ayrı-ayrı problemi həll etməkdənsə bir yerdə etmək daha dolğundur, düzgündür. Layihə şagirdlərdə müxtəlif situasiyalarda konstruktiv ünsiyyət qurma bacarığı. Layihə varsa məndən əməkdaşlıq var və layihə varsa 4K bacarığı var. Kritik, kreativ, kommunikasiya, kooperasiya. Yəni burada 4K-nın bacarığın 4-ü də varsa, kommunikasiyada ünsiyyətdir də, yəni bu C olacaq. Layihə üzərində işləyərkən şagirdlər müxtəlif fənlərdən əldə etdikləri bacarıqlardan real həyatda bu A-ya nisbətən daha dolğun cavabdır. Yəni bacarıqlar olmalıdır əslində onda. Amma yenə də Y-yə də baxaq. Əgər başqa variantımız qalmarsa, A-nı seçə bilərik. Layihənin gedişində şagirdlərin yoldaşlarının motivasiya etməsi və onlarda savadlılıq kompetensiyasının inkişafına təsir edəcək. Müəllimlər, motivasiya etmək savadlılıq kompetensiyası deyil. Sosiallıq kompetensiyasıdır. Daha sonra onlarda öyrənməni öyrənmək kompetensiyasıdır. Yəni motivasiya orada var. Amma burada yəni savadlı kompetensiyası insanın özünün nəyisə oxuyub anlamasıdır. Əgər desəydik ki, layihənin gedişatına şagirdlərin yoldaşlarının motivasiya etməsi onlarda öyrənməyi öyrənmək kompetensiyasını formalaşdırır, bu düzgün olardı. Yəni A-ya nisbətən Y daha səhv cavab olduğuna görə Y-ni götürürük. Aid olanı tapın. Düzgün olan istəyir bizdən. Verilmiş fəaliyyətlərdən hansı rəqəmsal savadlıq kompetensiyasına aiddir? Şagirdlər texnologiyanın imkanlarından istifadə etməklə müxtəlif şəhərlərdən olan şagirdlərin iştirak etdiyi virtual qruplar yaradır və onlarla fərqli mövzularda müzakirələr təşkil edirlər. Rəqəmsaldırsa virtual aləmdə bəli, bu ola bilər. B-yə baxırıq, şagird müəllimdən aldığı rəyləri effektiv şəkildə dəyərləndirir. Bunun rəqəmsallığa heç bir aidiyyatı yoxdur. İstər şagird milli, istərsə beynəlxalq müstəvilərdə baş verən hadisələrlə bağlı müzakirədə konstruktiv yanaşma nümayiş etdi. Bu da real bir şeydir. Yəni virtual, əyani bir şeydir. Yəni C-yə baxaq. Şagird təşkil edilən məktəbdən kənar fəaliyyətlərdə ünsiyyətə daxil olduğu insanların burada da əyani şəkildə ünsiyyətə daxil olur. Y-də də şagird digər şəxslərin fəaliyyətlərini müşahidələr edir, əldə etdiyi məlumatlar əsasında öz öyrənmə prosesini. Mənim burada yəni ən uyğun cavab A-dır. Çünki virtual qruplar varsa, bunu rəqəmsal bacarığı olan insan virtual qruplara qoşulacaq, olmayan isə qoşula bilməyəcək. Ona görə burada düzgün cavab A variantıdır. Bu qədər müəllimlər. İkinci hissəni də paylaşacağım. Altından elektron testini qeyd etməklə. Dinlədiyinizə görə təşəkkür edirəm.